Bu videoda JavaScript-də funksiyalara baxırıq. Sadə mövzularla davam edirik. Keçən videoda ilk mövzuya aid olan intervyu suallarına baxdıq. İndiki mövzu funksiyalardır. Funksiyalar nədir desək, kodda təkrarlanan hissələri komplektləşdirdiyimiz kod hissələridir funksiya. Ən sadə formada bunu belə deyə bilərsiniz. Yəni ki, davamlı təkrarlanan əməliyyatları bir funksiya halına yazıb, çevirib o formada istifadə edə bilərik. Misal üçün sadə bir funksiya yaradaq. Misal üçün, bu tip bir funksiya nə işə yarayır? Kodun müxtəlif hissələrində təkrarlanan bu hissəni, baxın, bu funksiyanın daxilindəki hissəni komplektləşdirir və aldığı arqumentə görə o kodu generasiya edir. Yəni ən sadə məntiqlə bu formada bir açıqlaması var funksiyanın. Yavaş-yavaş başlayaq istəyirsiniz. Keçən videoda demişdim ki, bu saytda baxın. Bugün buradakı ardıcıllıqla gedək. Çünki bəzi şeylər olur, yadımızdan çıxır. Ona görə bu saytdakı ardıcıllıqla gedək. Yaddan çıxan bir şey olmasın. Misal üçün, nədən başlaya bilərik? Function declaration var, the function expression var. Declaration nə idi? Bunu danışmışdıq. Function baxın, bu function declaration'dır. Bu function expression. Bunları yadda saxlayın. Yəni bunu əvvəl baxmışdıq, amma yenə təkrar edirik. Bunları yadda saxlayın. Baxaq görə indi bu saytda bizə nə deyir? Funksiyaların ən sadə formada yazılışını göstərir. Buna baxdıq. Arqumentləri necə istifadə edədiyimizi və funksiyanı necə çağırdığımızı göstərir. Buraları keçək yavaş-yavaş. Sadə hissələrdir. Buna baxa bilərsiniz. Argument obyekt nədir? Baxın, bizim funksiyamız var deyək ki, içində də name olaraq bir arqument alır. Biz deyə bilərik ki, baxın, biz bu arqumenti konsola yazdıra bilərik. Çağıraq funksiyanı. Baxaq, niyə yazmır? Yenə eyni şey. Faylı daxil edək. Okay. Baxın, biz burada arqumenti bu formada yazdıra bilirik. Amma arqument obyekti nədir? Bu obyekt arqument olaraq verdiyimiz bütün dəyərləri bir array içində sizə qaytarır. Misal üçün, gələk yazaq bura. Sadəcə arqument yazaq. Baxın. Belə bir array qaytarır bizə və içində arqumentimizi görürük. İkincisi də əlavə edək.
Ne yazaq bura? Altın yazaq. Baxın. Argument obyektinin içinə bu yazdığımız nə varsa daxil olacaq. Nə qədər yazsaq o daxil olur. Birində yazaq. Ne yazaq? Kənan yazaq burada. Və biz bu argument obyektinin daxilindəki elementlərə bu formada çata bilirik. Yəni bu formada oxuya bilirik. 0 desək Cahangir, 2 desək Sara, 3 Kənan, 4 nə deyəcək? Undefined. Okay. Bu argument obyekti çox vaxt istifadə olunmur. Yəni real layihələrdə o qədər də istifadə olunan bir şey deyil. Yəni ən azından mən 7 ildə aktiv olaraq bu layihələrlə iç-içəyəm. Çox da belə yadıma düşmür istifadə olunduğu. Nə vaxt istifadə etmişik biz bunu? Təxminən 2 il əvvəl idi. Bir dənə custom library yazırdıq, kitabxana yazırdıq. Həmin vaxt mən startupların birində işləyirdim. Elə bil ki, həmin vaxt bizə lazım oldu bir dənə library yazmaq. Çünki təkrarlanan iş çox idi və layihə də çox idi deyə bunları bir yerdə yığmaq lazım idi. Həmin vaxtda biz bu argument obyektini çox istifadə eləmişik. Yəni tək orada istifadə etdiyim yadıma düşür. Başqa belə normal layihələrdə istifadə etdiyim yadıma düşmür. Belə yadda saxlayan sadə bir şeydir. İntervyuda soruşurlarmı desəz 50-50. Yəni bu tamamilə yəni adama görə dəyişən bir şeydir. Mən soruşmuşammı? Hə, əvvəl soruşmuşam. İndi soruşuramı? Arada soruşuram. Yəni adama görə dəyişir. Daha çox bunu junior və middle leveldə olan adamlardan soruşuruq. Yəni senior adamı durub demirik ki, argument nədir? Çünki bilir. Baxaq. Argument bitirdik. Bir dəqiqə. Gəldik function hosting mövzusuna. Hostingi də biz əvvəl danışmışdıq. Hosting nədir? Misal üçün varla yaradılan dəyişənlər demişdik. Var name bərabərdir Cahangir. Biz bu dəyişəni yaratmamışdan əvvəl çağıranda kod partlamırdı. Çünki bu özü-özünü yuxarı daşıya bilirdi. Eynisini biz funksiyalarda da görmüşdük. Amma bu arada burada diqqətli olun, belə bir şey var. Baxın, bunun üstündən belə xətt çəkdi. Çünki name adında dəyişən yaradanda VS Code'da problem yaradır. Bilmirəm nəyə görədir. Baxın, burada bunu yazma. Burada undefined yazmalıdır əslində. Yəni bunun adını dəyişək. Name 1 eləyək. Belə undefined. Yəni name adlı dəyişən yaradanda VS Code'da nəsə problem çıxır. Bilmirəm nəyə görədir. Yəni tək məndə də deyil. Bunu neçə kompüterdə yoxlamışam. Bu da onların bug'ıdır deyək belə. Nəsə, hostingə qayıtsaq, baxın biz bir dəyişəni yaratdıq. Dəyişəni yaratmamışdan əvvəl çağıranda kod partlamır. Çünki demişdik bunu. Necə işləyirdi? Bu özünü qaldırırdı bu yuxarı. Belə bir formaya çevirirdi arxa tərəfdə və kod partlamırdı. Amma burada belə bir məqam da var. Keçən dəfə dedim, amma göstərə bilmədim. Use strict. Use strict'i saxlayaq axıra. Burada qarışdırmayaq onu. Okay. Deməli, hostingi yadınıza düşdü nədir? Və indi burada funksiyalarda hosting nədir?
Deyək ki, funksiyamız var. Say hi. Sadəcə hi desin. Baxın, biz bu funksiyanı yaratmamışdan əvvəl çağıra bilirik. Belə desə problem yoxdur. Baxın. Çünki nəyə görə problem yoxdur? Bu function declaration'dır. Yəni birbaşa function keyword-ündən yaradılıb bu. Ona görə də bunda hosting işləyir. Amma biz bunu belə yaratsaydık. Let say hi beraber de function deseydik ne olacaqdı? Artıq bu function expression'dır və bu yəni sadə let dəyişəni kimi işləyir. Yəni bu əslində necə baxır? Bu anonim funksiyadır. Sadəcə biz bir dəyişən yaradıb dəyərini o anonim funksiyaya bərabərləşdirmişik. Ona görə də yəni JavaScript burada let'in məntiqinə uyğun olaraq deyir ki, yox, sən bunu let'dən yaratmısansa, yəni yaratmamışdan əvvəl çağıra bilmərsən. Hosting belə bunu yadda saxlayan, yəni bu çox önəmlidir. Bunu soruşurlar. Hətta mən bunu ilk videoda məncə göstərmişdim, səhv etmirəmsə, nümunələrlə. Amma yenə nümunələr olacaq bununla bağlı. Burada başqa nə göstərib? Arrow functionlar göstərməyib. Bunu bir də göstərək. Baxın, arrow functionlarda da eynidir. Yəni bu da işləməyəcək. Çünki baxın, əgər let və ya constla yaradılıbsa, fərq yoxdur. Bu yaradılmamışdan əvvəl çağıranda xəta qaytaracaq. Belə bir məntiq var idi, görək. Bu formada varla yaradanda necə işləyir? JavaScript arxa tərəfdə nə edir? Varla yaradılıb deyənə hosting var. Tutub bunu qaldırır yuxarı və gəlir belə edir. Yəni kodu bu hala salır arxa tərəfdə və nəticə etibarilə nə olur? JavaScript baxır ki, say hi adlı bir dəyişənim var və mən o dəyişəni funksiya kimi çağırmaq istəyirəm və avtomatik xəta qaytarır ki, say hi funksiya deyil. Çünki baxın, arxa tərəfdə bu formada işləyir. Düzdür, biz bunu belə yazmışıq. Yəni intervyuda da bunu belə soruşurlar. Amma arxa tərəfdə JavaScript bunu belə oxuyur. Və ona görə də avtomatik burada bizə xətanı qaytarır. Bu çox önəmlidir. Yəni sadədir deyə ümumiyyətlə fikir verin. Sadə mövzuları daha diqqətlə oxuyun. Yəni çünki intervyuda heç kim durub sizdən belə ən qəliz mövzuları soruşmur da. Yəni siz əgər əvvəllərdə təməl mövzularda ilişdirsə, artıq sizin advanced mövzularda nə qədər yaxşı cavab verməyinizin mənası qalmır. Çünki bu adam baxır ki, okey də mən başladım bundan intervyu eləməyə. Təməl mövzularda ilişdi, amma advanced mövzuları qəşəng bilir. Bu nə deməkdir? Bu o deməkdir ki, bu adam sadəcə əzbərləyib gəlib. Və həmin vaxt intervyunu kəsmirlər, yola verirlər axırı kimi, amma siz kəsilirsiniz orada. Yəni ona görə diqqət edin, gedib advanced mövzular oxumağın yeri yoxdur əgər bu mövzularda ilişirsinizsə. Yəni buna çox diqqət edin, yəni. Baxaq başqa. Nəsə biraz boş qoyublar elə bil. Nəsə davam edək. Buna baxacağıq. Bu önəmli mövzudur. Anonim funksiyalar. Anonim funksiyalar nədir? Yəni qeyd elədiyi kimi, yəni funksiyada sadəcə adı yoxdur. İndi maraqlı bir
məqam çıxacaq burada. Deyək ki, biz belə bir şey deyək. Net Baxın, bu ən sadə formada anonim funksiyadır. Nəyə görə? Çünki adı yoxdur. Baxın. Hətta bunu götürək qoyaq. Hətta içində boş qoymayaq ki, belə bir şey yazaq. Baxın, bu anonim funksiyadır. Sadəcə biz bunu run eləməmişik, ona görə işləmir. Bu da anonim funksiyadır. İntervyuda belə qoyurlar bu formada. Soruşurlar ki, bunların hansı anonim funksiyadır? Burada o dəqiqə qaçmayın ki, hə, bu anonimdir, bu anonimdir. Yox, bunların ikisi də anonimdir. Çünki heç birinin adı yoxdur. Bu hissəyə baxmayın. Bu hissəyə baxın. Onun anonimdir. Bu nə vaxt anonim olmazdı? Bu vaxt anonim olmazdı. Baxın, belə olsa anonim olmazdı. Konkret adı var. Amma bu anonim funksiyadır. Bu da anonim funksiyadır. Bunu yadda saxlayın. Baxın, bunu sırf çaşdırmaq sualıdır. Bax, elə bu formada qoyurlar. Deyirlər ki, burada anonim funksiya hansıdır? Və çox adam da avtomatik qaçır deyir ki, bu function expression'dır. Demək, bu da anonim funksiyadır ki, əlaqəsi yoxdur. Bunlar müqayisə olunan şeylər deyirlər. Adam deyir ki, bu anonim funksiyadır. Bu deyil. Belə qürurla da deyir, elə bilir ki, düz deyib. Amma elə deyil. Bunların ikisi də anonim funksiyadır. Baxaq, anonim funksiyadan başqa nələr yazıblar. Bu mövzu maraqlı mövzudur. Özü-özünü çağıran funksiyalar. Bunu komment alaq, bundan davam edək. Biz bayaq bunu yazdıq və dedik ki, şeydir. Bunu yəni konsola heç nə yazmayacaq. Ona görə ki, biz bunu çağırmamışıq. Bunu çağırmaq üçün gəlib qarşısına bu formada mötərizə işarələri qoyuruq və bu artıq run olunmağa başlayır. Buna sadə formada if deyilir. Yəni intervyuda da qəsdən belə tam adını soruşmurlar. Çox vaxt bu formada deyirlər ki, tap nə demək olduğunu. Bu formada qoyurlar bunu. Bu harda istifadə olunur? Bu əksər hallarda yenə dediyim kimi kitabxana falan yazanda istifadə olunur və ya əgər saytda müəyyən bir reklam kodları falan varsa, bunu ən başa qoyursan ki, proqram başlayan kimi öz-özünü run eləsin və ilk başda bu funksiya işləsin. Yəni ki, proqramın ilk başda başlayan vaxt hansı kodlarını run eləməyini istəyirsinizsə, götürün atın bunun içinə. O formada çağırın, run eləyin. Bu haqda bunun arqumentləri belə bir şey eləyirlər. Baxın. Belə bir şey qoyurlar və deyirlər ki, burada necə edə bilərsən ki, bizim yazdığımız arqument gəlib burada konsola düşsün. Bunu qəsdən bura qoyurlar özdə. Belə baxa-baxa qalırsan ki, bunu necə edə bilərəm? Çünki bu yəni bu tip funksiyaların arqumenti burada verilmir. Siz burada nə deməlisiniz? Deməlisiniz ki, arqument bura yox, bu hissəyə yazılır. Baxın, bura. Məsələn, gəlib buraya yazsaq.
Baxın. Hello qoyaq qabağına. Baxın. Bu formada olur. Yəni alacağı argumenti burada qeyd edirsiniz, amma argumenti burada verirsiniz. Yəni bununla özüm neçə nəfərin saçdığını görmüşəm intervyuda, amma bunu bilməmək o qədər də problem deyil. Amma bilsəz yaxşıdır da, yəni. Bilməyəndə nəyə baxırlar? Bilməyəndə deyirlər ki, okey də bu zaten çox işlənən bir kod funksiya tipi deyil deyənə normal qəbul edirlər. Amma bilmək daha da sizin diqqətli olduğunuzu göstərir. Belə bir dəqiqə. Okey. Davam edək anonim funksiyalarla. Baxaq, nəsə qaldı mı? Görək, baxmadığımız bir şey qaldısa, baxaq. Burada da eyni formada obyekt verib sadəcə. Yəni çox da bir şey yoxdur. Arrow funksiyonlara gələk. Əslində buna arrow funksiyonlara tam baxmayacağıq bu gün. Çünki bunun əslində daha dərin tərəfləri var. Misal üçün this obyekti var. Misal üçün belə bir obyekt yaradaq. Bunu belə yazaq. Və içində də bir dənə funksiya yaradaq. Adını qoyaq, lap belə. Return full name deyək. Belə absurd bir dənə ad da qoyduq. Baxın, belə bir şey eləsək. Desək ki, this nokta first name. Sonra gəlib bunu çağırsaq. Return full name desək, nə alacaq? Undefined alacaq. Bu nəyə görə belədir? Bu əslində bu videonun mövzusu deyil. Daha irəli səviyyə bir mövzudur. Bu öz konteksti yoxdur deyək. Daha doğrusu aid olduğu obyektin kontekstinə bağlanmır. Bu birbaşa, yəni bu obyektin kənarına çıxıb bu tərəflərdə axtaracaq. Məsələn, biz burada yazsaq ki, var birbaşa first name yazaq. Amma bu dəfə adını qoyaq Altun. Fikir verin. Bu funksiya gəldi. Ad yerinə, this nokta first name yerinə Cahangir'i oxumadı. Getdi globaldan first name dəyişənini oxudu. Soyad tərəfində isə undefined qaytardı. Yəni bu obyektin, bu tip funksiyanın ən çox sual verilən hissəsi bu tip mövzularda kontekst tərəf. Ona bu videoda baxmayacağıq. Çünki o yəni başlı başına bir mövzudur, yəni qısa baxılıb keçiləcək bir şey deyil. Ona ayrı baxacağıq. Sadəcə bunun sintaksini yadda saxlasaz, yəni kifayətdir sizə. Başqa da çox ilişimlər ona. Baxaq, başqa SPV value nədir?
Passive value primitive type. Bu memory mövzusuna getmək istəyirsən, qalsın, bu ayrı mövzudur. Recursive functions, bu nədir? Öz-özünü çağıran funksiyalardır. Bir növ loop kimidir, yəni müəyyən bir şərt ödəndiyi halda özü-özünü çağırmağa davam edir. Yəni bu tip bir şeydir. İstifadəsi tövsiyə olunmur bunun. Sadəcə nə olduğunu belə yadda saxlasanız kifayətdir. Amma dediyim kimi çox da istifadəsi tövsiyə olunan bir şey deyil bu. Yəni mümkün olduğu qədər az istifadə olunur. Amma indi sadəcə belə bir funksiya tipi var, yəni yadda saxlasınız. Yaxşıdır. Bu da parametrlər nədir? Görək bunu niyə ayrı yazıblar? Önemli bir şey var mı? Burada nə demək istəyir? Siz əgər funksiyaya bir arqument alacağını demisinizsə və həmin arqument olmadan çağırırsınızsa, bu təbii ki undefined yazmalıdır. Burada onu başa salmaq istəyir və burada da o problemi necə həll edə biləcəyinizi göstərir. Deyir ki, əgər arqumentin tipi undefined deyilsə, yəni varsa, həmin vaxt mesaj göstər, yoxdursa da hay yaz keç. Misal üçün, burada baxın, arqument olmadan çağırıb, dəyər yoxdur deyə mesaj göstərə bilməyib, hay yazıb keçib. Bu əslində belə çox girib baxılacaq şeylər deyil, yəni sadə məntiqdir də, belə dəyişən kimi düşünün. Olmayan bir dəyişəni oxumağa çalışanda təbii ki undefined almaq lazımdır da. Sadəcə niyə ayırıblar? Bu ayırmaqlarını bilmədim. Baxaq, bəlkə önəmli nəsə var. Argument obyekt. Burada da bayaq dediyimiz arguments adlı bir obyekt var. Həmin obyektin uzunluğunu falan yoxlayır. Eynən baxın, burada obyektə bir argument verib, arguments obyektinin uzunluğu 1'dir, 2 dənə verib 2, 3 dənə verib 3. Bunu bayağı biz baxdıq. Belə funksiyalardan baxaq, başqa nə qaldı? Funksiyalardan əslində bu qədər. Baxaq. Advanced functions, buna baxa bilərik, görək əlaqəsi var mı bizlə? Bu obyektlərə gedir. Bu əslində çox mövzuya baxmamışıq deyə advanced mövzular olanda oradan biraz kənarda qalırıq. Misal üçün bu obyektlərə baxandan sonra gəlib biz arrow function'a yenidən baxacağıq. Çünki arrow function'ın bayaq dediyim mövzusunda biz call, apply və bind funksiyalarına da baxacağıq ki, son dərəcə önəmli mövzulardır bunlar. Sadəcə indi mən durub bunlara baxsaq, mən durub indi kodda bunu yazsam, baxacağıq, amma yadda qalmayacaq. Eyni ilə closure. Çünki bu mövzulara baxmamışıq hələ. Obyektlərdən xəbərimiz yoxdur deyə biz gəlib ona baxmağımızın mənası yoxdur. Bunlar hamısı bir-birindən bağlantılı mövzulardır. Müəyyən qədər obyektlərə baxmalıyıq. Ondan sonra gəlib bu mövzulara baxacağıq. Bir də belə bir repo var ki, yəqin ki görmüsünüz bunu. Bu əvvəllər çox istifadə edirdik bunu. Yəni intervyu edən adamlar da istifadə edirdi. İndi də eləyənlər var, amma əvvəlki qədər deyil. Burada maraqlı mövzular var. Bunlara 20 dildə də mövcuddur. Nə dillərdir belə?
Bunları keçdik. Bunların başını bıraxam. Türkçə var, əgər ingiliscə bilmirsinizsə. Və bunun mən bilən tək JavaScript üçün deyil. Bu qız özü şeydə işləyir. Next'in yazıldığı şirkətdə. Bunun qəşəng mövzuları var. Baxın, onlara baxmağınızı tövsiyə edirəm. Bir də ki, belə bir sayt da var. Belə olmalıydı məncə. Baxın, bu saytda da həmin qız, bir də ki, bu adam işləyir. Bu da yəni JavaScript'in əjdahalarındandır. Angular'da yazıram, o mən bilən. React'da yazmır. Yəni bu sayta baxın, buradakı yəni dizayn patternları çox qəşəng formada başa salıblar. Əmin deyiləm biz baxacağıq mı hamısına? Hamısına böyük ehtimalla baxmayacağıq. Bəzilərinə baxacağıq biz. Baxın, bunlara açıb baxsız xeyirdir sizə. Ən azından bu önəmlidir. Çünki ən sadə dizayn patternudur bu. Prototype bu nədir? Bu obyektlərlə bağlıdır. JavaScriptdə class necə işləyir, prototyplar necə işləyir. Baxın, məsəl üçün JavaScriptdə class yazıb klassı yarada bilirik. Amma əslində JavaScript'in özündə class deyə bir şey yoxdur. Class prototypların prototype'dan gələn bir şeydir. Buna sugar code deyilir. Yəni ki, JavaScript'in özü-özlüyündə class yoxdur. Sadəcə prototypların bəzədilmiş forması kimi bir şeydir. Baxacağıq bunlara. Misal üçün, bu dizayn patternu ondan danışır. Buna baxa bilərsiniz. Bu, səhv eləmirəmsə, modullardan danışmalıydı. Baxaq. Eynən. Baxın, bu React istifadə etmişsinizsə, orada görmüsünüz bunları. Import, exportlar necə işləyir. React'da bunu eləyə bilirsiniz, amma böyük ehtimalla JavaScript tərəfdə bunu eləməmisiniz. Bunu soruşa bilirlər. Misal üçün, sadə bir kod açsınlar, deyirlər ki, götür içindəki funksiyanı ayır, import elə işlət. Onda adam deyir ki, ayda mən bunu şeydə eləyirdim, React'da eləyirdim, görəsən burada necədir. Onu burada göstəriblər necə olduğunu. Sonra nəyə baxın? Baxın, buna da baxın. Bu çox sadədir, amma soruşurlar bunda. Bundan sonrası artıq daha çox React-la bağlı mövzulardır. Baxın, bu sayta baxın mütləq. Bu repoya da özünüzü yoxlamaq üçün baxın, bu formada göstərir. Sualı qoyur, variantları verir. Siz cavabı fikirləşirsiniz. Cavabınızı özünüzdə bəlli olandan sonra açırsınız. Deyir ki, cavabı göstərir və açıqlamasını da verir. Artıq siz bilirsiniz ki, düz idisə nəyə görə düz idiniz, səhv idisə nəyə görə səhv idiniz. Misal üçün, baxaq, maraqlı bir şey varsa. Misal üçün, bu suala baxaq. Belə bir obyektimiz var. Nəyə görə buna baxırıq? Bayaq göstərdiyimiz mövzuya aiddir. Shape adlı bir obyekti var. İçində radius deyə bir dəyərimiz var. Diametr və perimetr deyə funksiyalar var. Diametr nə edir? Radiusu 2-yə vurur və dəyəri qaytarır. Perimetr nə edir? Belə bir hesablama aparır və dəyəri qaytarır. İndi bunu qoyub soruşurlar ki, cavab nə olacaq? Amma intervyuda bunları vermirlər. Baxın, bunlar olmur. Sadəcə bu formada qoyurlar, deyirlər cavabı tapın. Cavab nə olacaq? Diametr necə yaradılıb? Baxın, arrow function deyil. Sadəcə birbaşa bu formada yaradılıb deyə obyektin içini oxuya bilir. Nə edir? Götürür radiusu, yəni onu vurur 2-yə və dəyəri qaytarır. Yəni ki, birinci konsol dəqiq 20-dir. Demək cavab ya A, B ya da C-dir də.
İkinciyə baxırıq. İkinci nə edir? 2-ni götürür, pi-yə vurur, sabit bir rəqəmdir və dis.radiusa vurur. Bura qədər problem yoxdur. Amma götürüb dis.radius deyəndə bu arrow functiondur. Baxın, bu obyektin içini oxuya bilməyəcək. Obyektin içini oxuya bilməyəndə də oxuya bilmədiyi bir şeyi rəqəmə vuranda none yazacaq. Baxın, none. Misal üçün mən bunu keçən dəfə göstərmişdim sizə. Bunu buradan götürmüşdüm. Sadəcə dəyər dəyişmişdim. Baxaq, bugünkü mövzu ilə bağlı nəsə varmı? Belə absurd suallar verənlər olur. Funksiyanı yaradırlar və belə anormal sintaksda bir şey yazırlar, cavabı gözləyirlər. Bu sualları bilməyəndə narahat olmayın, çünki bu problem deyil. Yəni sadəcə sizin nə qədər belə trik mövzulara girib-girmədiyinizi yoxlayırlar orada. Bunu bilməsəz problem deyil. Sadədir, bilsəz yaxşıdır, amma bilməsəz problem deyil. Çünki belə bir şey istifadə olunmur da, yəni. Sadəcə JavaScript-in məntiqini nə qədər bilirsiniz, onu demək üçün yoxlayırlar. Bu da ki, junior, middle-dan yox, daha strong middle-dan falan soruşdular bunu da. Bu nədir? Bu klasslarla bağlıdır. Yox, yox, klassdır. Yox, bu şeylə bağlıdır. Bu prototype mövzusu ilə bağlıdır. JavaScript-də dediyi bayaq klassların təməli prototypedir. Buna baxacağıq. Bu çox maraqlı mövzudur və çox önəmlidir. Gərək bugünkü mövzu ilə bağlı nəsə tapa bilərikmi? Sadə bir şeydir bu. Görək. Baxın, bu maraqlı mövzudur, maraqlı sualdır. Use strict nə olduğunu göstərmişdim sizə. Use strict o deməkdir ki, siz bunu yazanda kod sizin səhvlərinizi düzəltmir. Misal üçün, bu olmasa, bunu yazmasaq, kod işləyəcək normal formada. Çünki JavaScript özü gətirib kodu tamamlayacaq. Bu tam kod deyil. Bunun qabağına bir let var, nəsə bir şey olmalıdır. Normalda JavaScript sizə göstərməsə də, gəlib onu əlavə eləyir. Bunu qoyanda əlavə eləmir. Və bu funksiyanın içində qoyub. Bu nə deməkdir? Funksiyanın içində use strict qoymusansa, bu funksiya strict modda işləyir. Strict modda işləyəndə də JavaScript əksikləri düzəltmir. Yəni ki, gəlib bunun əvvəlinə var əlavə eləməyəcək. Var əlavə eləməyəndə nə olacaq? Təbii ki, gəl burada sizə referans xətasını qaytaracaq. Referans xətası nədir? Yəni, oxumaq istədiyiniz dəyəri tapmır. O deməkdir. Buna ehtiyac yoxdur. Buna baxacaq. Hətta bu mövzunu daha əvvələ salmaq olar. Bu çox önəmli mövzudur. Misal üçün, belə bir sual verirlər. Soruşurlar ki, dəyər nədir? Bunu biləcəksiniz, ən axırıncı nə yazdıbsa odur. Ən axırıncı yaradılan nədirsə odur. Görək, istəyirəm bu mövzu ilə bağlı görüm. Nəsə varmı əlavə? Bu maraqlı mövzudur əslində. Nəyə görə? Burada baxın, bir dənə konsol verir. Bu əslində bugünkü mövzu ilə bağlı bir şey deyil. Şeydir bu. Adı nədir mövzunun? Event loop ilə bağlı mövzudur bu. Bu ən axırdakı mövzulardan biridir.
Baxın, bir dənə funksiya verib. Funksiya avtomatik bir dənə konsol return edir. İkinci funksiyada yenə konsol return edir, amma set timeout qoyub. Set timeout qoyub, amma dəyər verməyib. Yəni burada avtomatik adam düşünür ki, hə də bu dəyər yoxsa sıfırdır bu. Üçüncü də budur. Normalda təcrübəsi çox az olanlar gəlib deyirlər ki, hə birinci bu yazılacaq, ikinci bu, üçüncü bu. Amma belə bir şey var ki, əgər set timeout varsa, oradakı müddətin fərqi yoxdur. O gedib axıra düşəcək. Çünki bu biraz JavaScript-in işləmə məntiqinə bağlı bir şeydir. Yəni, bu tam ayrı mövzunun sualı, tam ayrı mövzudur əslində. Baxacağıq nəyə görə belə işləyir. Çünki Web API-in daxilində timer diye bir obyekt var ve onun işleme məntiqinə əsaslanır. Call stack'ə birinci bunlar düşür. Bu. Bu ise gedir timer'da gözləyir, ən axırda düşür. Ona görə də avtomatik bu formada gelir. Yəni biz ikinci gözlədiyimiz gəlib axırda işləyir. Bu əslində biraz yorucu, amma maraqlı mövzudur. Bu axırda baxacağıq bu mövzuya. Amma intervyuda çox soruşurlar bunu. Seniordan soruşmurlar. Yəni orada rahat olun. Amma middle'dan, strong middle'dan soruşurlar. De burada açıqlamasını da verib ki, nə qəşəng. Bunu görməmişdim ki. Okay, baxın burada açıqlamasını verib. Maraqlıca girib baxa bilərsiniz, amma böyük ehtimalla başa düşməyəcəksiniz bunu. Marağa baxa bilərsiniz, amma bunu mövzunu yəni işləyəcək, yəni narahat olmayın. Buna da baxaq, yekunlaşdıraq. Belə bir funksiya var və bu funksiya nə edir? Daxilində baxın. Bu çox maraqlı mövzudur əslində. Gəlin bunu götürək elə. Yaxşı oldu gəldi. Baxın, burada bir funksiyamız var. Bu tərəfə baxın. Funksiya nədir? Birincisi sadə bir funksiyadır. Biz ikinciyə baxırıq ki, ikincidə bizim bayaq baxdığımız tip if-e yazılmışdı. Baxın, o tipdə bir funksiyadır. Yəni özünü çağıran funksiya. Burada nə baş verir? Gəlir bura. Burada funksiya özünü çağırır və neyinir? Return edir sıfırı. Okay? Yəni ki, say hi funksiyasına run edəndə o öz daxilində bir dənə funksiyanı run edir və funksiyanın qaytardığı dəyəri return edir. Və biz gəlib konsola yazında ki, type of say hi neyəcək? Bu say hi nəyə qaytarır? Sıfır. Sıfırın type'ı nədir? Number. Baxın. Bunu mütləq baxın. Bu mənim yadımdan çıxmışdı demək. Yaxşı oldu belə gəldi. Başqa hələ mövzulara az baxmışıq deyə çox buradan suallar çıxmır. Bu yield, bu funksiyanın danışa bilmədim. Bu funksiya tipinin özünüzü yormayın, bu soruşmurlar. Belə soruşmurlar deyəndə ki, çoxu bilmir, yəni istifadə də olunmur o qədər. Belə başqa görək, bu da obyektlərlə bağlı bir şeydir. Qeyri-adi bir şey varsa yoxdur burada da. Bir də buna baxaq istəyirsiniz. Track-ə baxmamışıq əslində. Baxın, belə bir funksiya verib. Buna baxaq, artıq yekunlaşdıraq. Çünki artıq suallar keçdiyimiz mövzuların yəni mövzulardan kənara çıxır. Yəni bu formada baxmaq məncə çox da yaxşı deyil. Buna da baxaq, yekunlaşdıraq. Baxın, burada iki dənə funksiya var. Ümumiyyətlə track əslində işləyir. Try
Burada müəyyən kodlar yazılır. Catch xəta olarsa xətanı yazdıra bilirik ekrana. Bu çox vaxt şeydə API-lərlə falan işləyəndə istifadə olunur. İndi buradakı nədir? Bir funksiyamız var və bu funksiya xəta qaytarır bizə. Baxın. Avtomatik bir xəta generasiya edir. Biz gəlib ikinci funksiyada nə etmişik? Bu funksiyanı run eləmişik. Bu funksiya işləyəndə avtomatik xəta qaytarır. Demək nə edəcək? Try-in içinə gələcək. Biz bunu işlətməyə çalışanda burada xəta qaytaracaq bu xəta. Və try bu xətanı avtomatik tutub bizi catch blokuna atacaq. Çünki catch nədir? Xətanı tutmaq üçündür. Baxın. Ona görə də bu nə edəcək? Bu formada işləyəcək. Baxın. Deyəcək ki, xəta var. Deyəcək, baxın, xəta var və xətanın mesajı bu. Burada yəni bu formada işləmir təbii ki. Normalda xətanın kodu olaraq bizə serverdən müəyyən bir dəyərlər gəlir. 500, 400 və ya biznes xətaları bu tip. Biz onu tutub yazdırırıq. İndi burada nümunə olaraq göstərmişdi bunu. Biz də baxdıq belə. Bu videoda bu qədər. Artıq növbəti videoda böyük ehtimalla ya cookielərə falan baxacağıq, local storage falan filan. Ya da ki obyektlər, yəni bunu dəqiqləşdirəcək indi. Yəni ikisindən biri olacaq növbəti video. Keçən videolarla bağlı dediyim kimi bu sayta baxın. Ümumiyyətlə bu sayta başdan ayağa getməyə çalışan, yəni bağlı qoyuncağı bu tapın, açın, yoxlayın. Tapın, açın, yoxlayın. Bu formada gedin. Bu sizə çox xeyir olacaq. Növbəti mövzulara baxdıqca artıq buradakı sualların çoxunu biləcəyik. İndi hələ ki çoxuna baxmamışıq deyə baxmadığımız mövzuların suallarına da baxmırıq. Belə. Dediyim kimi bu saytda baxın. Biz çoxuna baxdıq videoda. Ona baxın. Buradakı intervyu suallarına üstündən gedin və vaxtınız olsa, dediyim kimi bu sayta da baxsaz yaxşıdır. Burada da dediyim kimi budur. Singleton, prototype, buna baxacağıq. Bir də bu. Başqa bir də bu. 3-4 dənə pattern'da baxsaz kifayətdir bunlara. Belə. Bu günlük bu qədər. Növbəti mövzularda görüşərik. Sağ olun.